Allah insana bir dəqiqə belə əziyyət vermək istəmir. Bunu xahiş edirəm yadda saxlayın. Cənnətə getməyin, xoşbəxt olmağın bu əziyyətdən başqa bir yolu olsaydı, Allah bizi bir dəqiqə bu dünyaya göndərməzdi. Denən ki, Allah sonunda başqa yollar yaratdı. Bu misalı keçmişdə demişəm, bir dərziyə daş verəsən, desən paltar tik. Tikə bilməyə desən, sən nə bacarıqsız dərzisən. Daşın paltar olmaq qabiliyyəti yoxdur. Dərzi neynəsin? Bir uşaq dərs oxumalıdır ki, alim olsun. Dərs oxuması əziyyət çəkməyə bahasınadır. Uşaq oyunundan ayrılır, kefindən ayrılır. Bir də görsən, ata, ana uşağın əlindən tutur, salır otağa. Deyir ki, otur dərs oxu. Bu uşaq üçün əziyyətdir. Elmə çatmağın başqa yolu olsaydı, uşaq oynaya-oynaya, kef eləyə-eləyə alim də ola bilsəydi, ata-ana onu məcbur eləməz, gəl otur oxu. Uşaq da böyüyür, sonra gəlir ata-anasına minnətdarlıq edir. Çox sağ ol mənə əziyyət verdiyinə görə. Mənə əziyyət verirdin. Mən o əziyyəti çəkməsəydim, indi alim olmazdım. Çox sağ ol. Əziyyətə görə minnətdarlıq edir. Bax, əziyyətin fəlsəfəsini bilsək, əziyyətimizə görə deyər, ilahi, təşəkkür edirəm sənə. İndidən eləyərik. Cənnətin qapısında yox.